Hind rəqsinin kraliçası Aksana Rəsulovanı bu dəfə milli geyimdə görəcəksiniz. Aksana milli rəqs paltarı geyinib sarı gəlin oldu. Sarı gəlin ümumiyyətlə çox rəqqasələr oynayıb, xalq artistlərindən tutmuş, yəni ki, adi bir rəqqasələrə qədər oynayıblar sarı gəlini, amma yeganə mən oldum ki, yəni onu ekranlaşdırdı. İdeya mənə məhsul edir ki, yəni bu mənim birinci işimdir ki, harda ki, mən Azərbaycan rəqsini, Azərbaycan milli xalq musiqisində, hansı ki, tarixi olan xalq musiqisini mən ekranlandırmağa çalışdım və ekranlandırdım da. Bundan da sonra işlərim olacaq. Çünki bu belə bir tsipoçka olacaq məndə. Bir neçə xalq musiqisi, hansı ki tarixi var. Mən istəyərdim ki, onu ekranlaşdırım ki, təbliğ etdirmək üçün çox gözəldir. Yəni bunu ayrı ölkələrdə gördüyünüz kimi titrlarda hamısı ingilis dilində idi. Çünki Avropa və Aziya ölkələrinin üçün yaxşı bir materialdır ki, hansında ki Azərbaycanın mədəniyyəti, kulturası, bir rəqsi də var idi orada, tariximiz də var idi orada, milli geyimimiz də var idi orada, xalça da var idi, Qarabağ atı da var idi orada. Aksana yəqin yadındadır. Sarı gəlin mövzusuna Abbas Bağırov və Aqil Quliyev də müraciət eləmişdi. Maraqlıdır, niyə bu klipi Aqilə həvalə eləmədin? Mən o klipə baxdım, özə belə deyək də, orada deyəsən çox belə deyək də, sporlu vaproslar yarandı. Çünki Alban kilsəsində deyəsən çox çəkilişlər olmuşdu orada. Bəyənməmişdim, yox, bizim janrımız tamamilə başqadır. Mən Aqillə işləməmişəm. Mən onun əl işlərini görmüşəm, amma onunla işləməmişəm. Mən bilmirəm o çətin insandır işdə, yoxsa necə. Aksananın sarı gəlinə sevgisi çoxdan var. Hətta illər öncə Təranə Vəlizadənin sarı gəlinə ithaf elədiyi klipində də Aksana çəkilmişdi. Avazını, ahəngini pozdular, sözlərini başqa səmtə yozdular, azmış kimi adlarına Sarı gəlin Aksananın anası Rəhnumə xanımın da qəlbinin sarı simlərini titrədən mahnılardandır ki, təqdimatda o göz yaşlarına hakim ola bilmədi. Bu mahnını mən çox sevirəm. O evdə də eləyəm. Çox canlı belə yaratdı. Öz qızım, mən demişəm, mən bunun tamaşaçısıyam. Gecə gündüz harda olsa tapıram, vərəqləyirəm. Milyon dəfə baxmışam. Onu axırıncısına internetdə baxın, o qalib gəldiyi anları. Hər dəfə ürəyim darıxır, deyirəm, Allah qoru mən balamı, hamısını, ona işləyənləri, hamısı. Aksananın klipindəki tərəf müqabili hazırda Xəzər TV-nin Həyat Sənnə Qəribəsən serialında çəkilən İlqar Musayevdir. Bu mövzuya, sarı gəlin mövzusuna sevərəkdən varam, 250. Çünki bu sarı gəlin mövzusu biraz başı bəlalıdır. Balabanın ifasını eşidirsiniz də. Bu balabanın özü elə nə qədər başı bəlalar çəkdi. Bunların yəni bizim olduğunu təsdiqləmək və belə bir proyektdə işləməyə dedim canla başla. Özümdə də bir sual var. Axı Aksana Hind rəqslər eləyir. Sarı gəlin necə olacaq? Rəqqasə Aksanadan rejissor Kənan Musayev, operator Elmir Süleymanov da ağız dolusu razılıq elədilər. Aksana belə deyək də, yəni çəkiliş meydançasında şey deyil, yəni yorulan bir insan deyil. Müğənnilərin bir çoxunda belə bir şey var, yəni kapriz var. Ay mən bunu eləməyəcəm, ay mən bunu eləməyəcəm, ay mən yoruldum, ay nə bilim bu olmaz, bu Aksanada bu yoxdur. Bəzi kişi müğənnilərdən çox qeyrətli bir xanımdır. Çəkiliş meydançası qurulan zaman Aksana da bizim yanımızdaydı, hətta bu qədər. Yəni mən gözləyim, siz qurun, mən gəlim, belə şeylər yox idi. Aksana Rəsulovanın bu fərqli işini alqışlayıb, onu təbrik eləyib, ardı gəlsin deyirik.